Kirayə qalanların diqqətinə 300 manatadək cərimələnə bilərsiniz. Kirayə bazarında uzun illərdir davam edən qeyri-rəsmi münasibətləri azaltmaq və bütün kirayə prosesini rəsmi müqavilələrlə tənzimləmək məqsədi ilə cərimələr artırılıb. Artıq bu qaydaları pozanlara tətbiq olunan cərimə əvvəlki 30 manatdan 300 manatadək yüksəldilib. Daşınmaz əmlak üzrə ekspert Elnur Fəzəliyev bildirib ki, cərimənin artırılması təkbaşına kirayə müqavilələrinin kütləvi şəkildə rəsmiləşməsinə ciddi təsir etməyəcək. Onun sözlərinə görə əsas problem odur ki, çıxarışı olmayan evlər üçün də müqavilə bağlamaq imkanı yaradılmalıdır. Ekspert qeyd edir ki, əgər vətəndaş kirayədən gəlir əldə edirsə, mütləq vergi ödəməlidir. Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi faizi 14%-dən 10%-ə endirilir. Amma qanunvericilikdə bəzi boşluqlar qalır. Məsələn, müqavilə notarial qaydada bağlananda kirayəçi həmin ünvanda müvəqqəti qeydiyyata düşməlidir. Onun sözlərinə görə Bakı və Abşeronda təxminən 500 minə yaxın çıxarışı olmayan ev var. Bu evlər kirayəyə verilsə də rəsmi müqavilə bağlamaq mümkün olmur. Çünki bunun üçün evin sənədi olmalıdır. Nəticədə kirayə münasibətləri qeyri-rəsmi qalır və vergi ödənilmir. Digər problem isə müvəqqəti qeydiyyat məsələsidir. Mənzil sahibləri narahatdır ki, kirayəçi qeydiyyata düşdükdən sonra evi satmaq, bağışlamaq və ya banka girov qoymaq çətinləşə bilər. Bu da tərəflər arasında narazılıq yaradır. Ekspert hesab edir ki, bu problemin həlli üçün müvəqqəti qeydiyyat qaydaları dəyişdirilməlidir. Belə ki, mənzil sahibi istədiyi halda kirayəçini qeydiyyatdan çıxara bilməlidir.